dini müharibədə iştirak edənləri, o dinsiz siyasətçilər ki var, bunu analiz edirlər, onların imanı olmadığına görə onlar bunu fanatizmlə əlaqələndirirlər. Amma fanatizm deyil. Şəhidlik, bilirsiniz ki, bu termin İslama aiddir. Şəhid, Allah yolunda canını verib, şəhid qorxmaz. Şəhid Allah yolunda müamilə eləyər, canını verər. Bilirsən ki, şəhidin cənnətə getməsindən, digər insanların cənnətə getməsi fərqlidir, hədislərdə belədir. Deyir, digər insanlara Allah Teala cənnəti qazanıb, şəhid döy. Ona deyər ki, cənnətə daxil ol. Amma şəhid elə deməz, deyər, cənnət sənindir. Elə bil ki, cənnət mənimdir, sən daxil ol. Cənnət əhlinə deyər. Amma şəhidə deyər, yox, elə bu özünküdür, öz evinə daxil ol. Gör, nə qədər fərqlidir. Şəhidlik də bir zirvədir, hər kəsə nəsib olmaz. Ölüm neçə hissədir? Bir hissə qırmızı ölümdür. Ən mübarək ölüm qırmızı ölümdür. O böyük mücahidlər dua eləyərlər, Allah məni yorğan döşəkdə öldürmə. Allah məni qəzada öldürmə, təsadüfdə öldürmə, maşın qəzasında öldürmə. Deyərlər, Allah məni şəhid elə.